Salam, hər vaxtınız xeyir. Bu videomuzda sizinlə bugün, yəni 9 mart 2025-ci il tarixində keçirilmiş 11-ci siniflərin buraxılış imtahanı riyaziyyat fənninin suallarına baxacağıq. Birinci sualdan başlayırıq. 61. 61-ci sual edir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün NA çox B6, NB çox 6, 4 olarsa A birləşmə B-nin ən kiçik qiymətini tapın. Deməli, Euler-Venn diaqramında baxaq bunlara. Euler-Venn diaqramı bu A çoxluğudur, bu da olsun B çoxluğu. NA çıx B, bax bu hissə A çıx B çoxluğun elementlərinin sayını ifadə edir. Yəni bu hissə A çıx B-dir. Bura 6-nı yazacağıq. NB çıxılsın A 4-dür, B çıx A 4-dür. Kəsişmədə boş deyil. Yəni burada element var. 0 deyil. Bizə deyir ki, A birləşmə B-nin ən kiçik qiymətini tapın. Bunun sayı konkret 6-dır, A çıx B. B çıxa konkret 4-dür. Kəsişmə minimum olmalıdır ki, A ilə B-nin kəsişməsi minimum olmalıdır ki, bunların cəmi ümumi A birləşmə B ən kiçik olsun. Onda biz kəsişməni ən kiçik nə götürə bilərik? 1. 0 götürə bilmərik. Çünki deyir ki, kəsişməsi boş deyil. Yəni ən azı bir element var. Ona görə də ən az bir element götürürük ki, birləşmənin sayı az olsun. 6 ilə 4 10, üstə də 1 gələndə birləşməmiz olacaq. NA birləşmə B 11 A variantı. İkinci sual 62, yəni 25 çıxılsın 5A ifadəsini vurğulara ayırın. 25 sadə bir sualdır bu sual. 25 minus 5A. 25 5 vurulsun 5 deməkdir. 5-i ortaq vuruq kimi çıxardırıq buradan. 5-i ortaq vuruq kimi çıxarsa qalacaq 5 minus A. 5 vurulsun 5 minus A D variantı olur. 63-cü sual. Cədvəldəki ədədlərin hansısı irrasionaldır? 2, 4, 6, 8, 10. Cədvəldə 10 dənə ədəd var. Ümumi 10 ədəd var. İrrasional nədir? Kök çıxmayan ədədlər, pi, y. Yəni bir sözlə dövrü olmayan sonsuz kəsirlər irrasional ədədlərdir. Pi 3,14-dür. Dövrü olmayan sonsuz kəsirdir. Təxmini qiyməti 3,14-dür. Ancaq sonu gedir bu şəkildə. Dövrü olmayan sonsuz kəsir. Kök çıxmayan ədədlər irrasionaldır. 9-dan kök çıxır, bu deyil. Bu n böl n şəklində göstərilə bilən ədədlər rasionaldır. Bu rasionaldır. Kökdə 2-dən kök çıxmır, bu da irrasionaldır. Bu rasionaldır. Kökdə 5-dən 5 çıxmır, irrasionaldır. Rasional. Yəni qısacası Lorentz-də desək, kök çıxmayan ədədlərdir, pi-dir, y-dir. Bir də dövr olmayan sonsuz kəsirlər, yəni məsələn 0,2, 3, 5, 0, 1 və belə dövr olmayan sonsuz kəsirlər irrasionaldır. Burada 4 dənə irrasional ədəd var. Yəni 10 ədəddən 4-ü irrasionaldır. Hansısı irrasionaldır? 10-da 4-ü. 4-ü 10-a bölsək 0,4 C variantı olur burada. 64. İfadənin qiymətini tapın. Kökün dərəcələri eyni olduğu üçün biz bunları bir kökün altında yaza bilərik. 11 minus kök altında 21, 11 plus kök altında 21. Bir kökün altında yazırıq bunları və görürük ki, müxtəsər vurma düstununa gəlir. A minus B, A plus B. A minus B vurulsun A plus B. Bilir ki, nə bərabərdir? A kvadratı çıxılsın B kvadratına. Bu düsturu tətbiq edirik. Yazırıq kök altda A-mız 11-dir. 11-in kvadratı çıxılsın kök altda 21-in kvadratı. Bərabər kök altda 11-in kvadratı edir 121, kvadratla kök getsə 21. Bərabər 121-dən 21-i çıxanda 100, 100-dən də çıxacaq 10. Cavab olur 10 A variantı. 65. Şəkər çuxundurundan kütləsinin 20% qədər şəkər alınır. 80 ton şəkər çuxundurundan neçə ton şəkər alınır? Yəni deyir ki, 80 ton şəkərdir və şəkər nə qədərdirsə onun 20%, şəkər çuxunduru nə qədərsə onun 20% qədər şəkər alınır. Yəni konkret burada 80-20%-ni tapmaq lazımdır. Sıfırlar getsə ixtisar, 8 vur 2 eləyəcək 16. 16 ton alınır. 80 ton şəkərdir, 20% şəkər çuxundurudur, onun 20% də şəkərdir. 80-20%-ni tapırıq 16 B variantı. 66. Y-in hansı qiymətində y-2, modulda 3 minus y, 6 minus y ədədləri ədədi silsilənin ardıcıl hədləri olar. Ədədi silsilədə A1, A2, bu da A3-dür. Qaydamız vardı ki, ortadakı hədd A2 bərabərdir ki, onun eyni uzaqlığının hədlərin cəminin yarısına. Yəni A1 plus A2, A1 plus A3 bölünsün 2-yə. Ortadakı hədd kənardakıların cəminin yarısına bərabərdir. Onda ortadakı hədd modulda 3 minus y bərabər edəcək. Kənardakı hədlər y minus 2 üstə gəl 6 minus y bölünsün 2-yə. Ortadakı hədd bərabərdir kənardakıların cəminin yarısına. Modulda 3 minus y bərabərdir. Y-lər islah gedir burada. Mənfi 2 üstə gəl 6, mənfi 2 üstə 6 yəni 4, 4-ü 2-yə bölündə eləyəcək 2.
Modul deməli tənliyi alınır. Modul tənliyi necə həll edirdik? Bir dəfə 3 minus y-i 2-yə bərabər edirdik. Bir dəfə də 3 minus y-i mənfi 2-yə bərabər edirdik. Yəni hansı da modul 2-yə bərabərdir? Ya müsbət 2-nin modulu 2 olur, ya da mənfi 2-nin modulu 2 olur. Y bərabərdir, üstdən 2-ni çıxırıq 1. Y bərabərdir, üstdən çıxırıq mənfi 2-ni. Toplanır, olur 5. 1 və 5 olur burada. D variantı. 67. İki kürədən birincinin həcmi ikincinin həcmindən 27 dəfə böyükdür. Birincinin həcmi ikincidən 27 dəfə böyükdür. Yəni V1-i V2-yə böləndə 27-yə bərabər olacaq. Kürənin həcmi düsturu V bərabərdir 3/4 pi r kubu. 3/4 pi r kubu. Yəni V həcm R-lə kub asılıdır. Onda yəni V1 bölünsün V2 bərabərdir R1 bölünsün R2-nin kubuna. Həcmlər nisbəti radiuslar nisbətinin kubuna bərabərdir. Onda V1 bölü V2 27-dirsə, onda elə V1 bölü V2-ni yerinə yazırıq. R1 bölü R2-nin kubu bərabərdir 27. Kubu 27-dirsə, onda R1 bölünsün R2 olacaq. Nəyin kubu 27-dir? 3. Yəni radiuslar nisbəti 3 olmalıdır ki, kubu 27. Yəni həcmlər nisbəti 27 olsun. Birinci kürənin səthinin sahəsi ikinci kürənin səthinin sahəsi neçə dəfə böyük olar? Səthinin sahəsi də S bərabərdir 4 pi r kvadratıdır. Sahə radiusla kvadratik asılıdır. Yəni S1 bölünsün S2 bərabərdir R1 bölünsün R2-nin kvadratına. R1 bölgədə 3-dür. 3-ün də kvadratı eləyəcək 9. Onda birincinin sahəsi ikincidən 9 dəfə böyük olur. 68. Mənfi 5,3 kiçikdir x kiçikdir 6 bərabərsin ən böyük və ən kiçik tam həllərinin hasilini tapın. Mənfi 5,3 kiçikdir x kiçikdir 6. Deməli, mənfi 5,3-dən böyük ən kiçik dedim mənfi 5-dir. 6-dan kiçik ən kiçiyə dedim də, ən böyük dedim də müsbət 5-dir. Ən böyük əlli 6-dan kiçik. Necə olur 5-dir? Ən böyük ədəd 5-dir. Mənfi 5,3. Mənfi 5, mənfi 4. Bax, mənfi 5,3 buradadır. Mənfi 5,3-dən sonra hansı ədəd gələcək? Mənfi 5. Hasilini istəyir. Mənfi 5-i də vururuq 5-ə, eləyir mənfi 25. Burada olacaq Y variantı. 69. İki perpendikulyar müstəvinin hər birindən müstəvinin birindən 2 cm, digərindən 4 cm məsafədə yerləşən nöqtədə bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni tapın. Toplumun sualda demək olar ki, iki perpendikulyar müstəvi dedikdə, yəni bu müstəvi çəkmək əslində ehtiyac yoxdur. İki kəsişən düz xətt çəkirsiniz. Bu alfa müstəvi üzərindəki kəsişmə xəttinə endirilən perpendikulyar, bu da beta müstəvi üzərində kəsişmə xəttinə endirilən perpendikulyardır. Deməli, bu nöqtədən bir müstəviyə qədər məsafə 2-dir, digərinə qədər məsafə isə 4-dür. Həmin nöqtədən müstəvilərin kəsişmə xəttinə qədər məsafəni, bax bizdən buradan bura qədər məsafəni istəyir. İndi baxın, burada düzbucaqlı yarandı da. Bu məsafəmiz 4-dürsə, bu məsafədə olacaq 4. Pifaqordan bu x-i tapa bilərik. Deməli, x bərabərdir Pifaqora görə kök altında 4-ün kvadratı üstə gəl 2-nin kvadratına. 4-ün kvadratı eləyir 16, 2-nin kvadratı 4. Kök altında 20. 20-də 4 vur 5 deməkdir. 2 kök altında 5. Toplumun sualıdır C variantı. 70. X' bərabərdir x plus a, y' bərabərdir y plus 1 düsturla verilən paralel köçürmədə mənfi 3 2 nöqtəsi hansı nöqtəyə keçir? Bu tip sualda topluda var. X' bərabərdir x plus 4-dür. Y' da bərabərdir y plus 4-dür. Y plus 1-dir. Deməli, bu x mənfi 3-dür, y də 2-dir. X-in yerinə mənfi 3 yazırıq. Mənfi 3 üstə gəl 4, eləyəcək müsbət 1. Yəni, mənfi 3 nöqtəsi 1-ə keçəcək. Y-imiz də 2-dir. Y-in yerində 2 yazırıq. 2 üstə gəl 1 də bərabərdir 3-ə. X1, Y3, 1, 3 nöqtəsinə keçər. Y variantı. Yəni, X-in yerinə mənfi 3 qoyuruq. Y-in də yerinə, daha doğrusu, X-in yerinə burada, bəli, X-in yerinə mənfi 3 qoyuruq. Varianta baxdım mən. Y-in yerində 2 yazırıq. 2 yazırıq olur 1 ilə 3 Y variantı. 71-ci sual. Diaqonallarının sayı 9 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Bir təbədən çıxan diaqonallar demir, yəni ümumi diaqonallar. Deməli, qabarıq çoxbucaqlının ümumi diaqonallarının sayı n vurulsun n-3 bölünsün 2-dir və bu diaqonallar sayı 9-a bərabərdir. Mötəzən vurub açırıq n kvadratı minus 3n bərabərdir. 2-ni də çarpaz 9-a vurub 18. Bu 18-ə keçəcəsi olacaq. 18 bərabər 0. Biyyətə görə tənliyin kvadrat tənliyin köklər cəmi ikinci əmsal mənfi 3-ün əksi müsbət 3. M1 vurulsun M2 sərbəstət mənfi 18-ə bərabər olmalıdır. 6 və mənfi 3 olacaq köklər. 6-nı mənfi 3-ə mənfi 18, 6-nı mənfi 3 toplayanda müsbət 3 eləyir. N də mənfi 3 olmaz, müsbət 6 olur.
Eyni tərəflərinin sayını, yəni eyni istəyir bizdən cavab 6. 72-ci sual. Loqaritma 2 əsasdan 14-ün kvadratı çıxı 10 kvadratı bölü 24 ifadəsini hesablayın. Sürət kvadratlar fərqidir. A kvadratı çıxılsın B kvadratıdır. Açılışı bilirik ki, A minus B vurulsun A plus B'dir. Bu şəkildə açırıq. Sürəti yazırıq. 14 minus 10, 14 plus 10. Bölünsün 24. Bərabərdir. Loqaritma 2 əsasdan 14 çıxılsın 14 eləyir. 14 plus 10 24 eləyir. Bölünsün 24. 24-lər ixtisar gedir. Loqaritma 2 əsasdan 4. Loqaritma 2 əsasdan 4-də 4 nədir? 2-nin kvadratıdır. Bu kvadrat keçir əmsala. 2 əsasdan 2 keçir əmsala. 2 əsasdan 2 qalır. 2 əsasdan 2 1-dir. 2-ni də 1-ə vursam cavab 2. Yəni bu 4 idi. 2 əsasdan 4 cavab 2 eləyir. C variantı. 73. A parametrinin hansı qiymətində sinus x bərabərdir A minus 1 bölü 2 tənliyin həlli var. Bu tip sualda topluda var. Deməli, sinus x funksiyasının qiymətlər çoxluğu -1, müsbət 1 aralığındadır. Yəni, sinus x bərabərdir 2, bunun həlli olmayacaq. Bax, bu ifadə 2 ola bilməz, 3 ola bilməz, 5 ola bilməz və yaxud da -5 ola bilməz. -1, müsbət 1 aralığında olmadı. Bu aralıqdan kənara çıxsa, -1-dən kiçik olsa həll olmayacaq, müsbət 1-dən böyük olsa həll olmayacaq. Ona görə də A minus 1 bölünsün 2 kiçik bərabərdir müsbət 1, böyük bərabərdir -1 olmalıdır. 2 qat bərabərsi həll etsək, hər tərəfi -2-yə vururuq. -1-i müsbət 2-yə, daha doğrusu 2-yə vururuq ki, məxrəcdən 2 azad olsun. -1 2-yə vursam -2 kiçik bərabərdir. Bunu 2-yə vursam 2-lər ixtisar gedəcək, qalacaq A minus 1. Deməli, burada qalır A minus 1, kiçik bərabər 1 də 2-yə vursaq 2. İndi hər tərəfin üstə müsbət 1 gəlirik. -1 kiçik bərabər müsbət 1 gələndə 1 gedir, qalır A. 2-nin üstünə 1 gəlsəm 3. A -1, 3 aralığında olmalıdır ki, tənliyin həlli olsun. 74. Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 80%-ni təşkil edir. Uyğun tərəfi paralel olan bucaqlar ya bərabər olur bir-birinə. Bu şəkildə olanda, eyni növlü olanda, eyni adlı olanda bunlar bərabər olurlar. Müxtəlif növlü, müxtəlif adlı olanda bu tərəflə bu tərəf paraleldir. Bununla da bu belə paralel olanda bu vəziyyətdə isə bunların cəmi 180 olur. İndi ki, cəmləri 180 olmadı uyğun tərəfi paralel olan bucaqların. Əgər bir digərini 80%dirsə. Birini x götürsəm, o birisi də onun 80%. Yəni x-in 80%, x vur 80 böl 100-dür. Sıfırlar getsə 10-8, 0,8 x eləyir. Biri x-dır bucağın, o birisi 0,8 x-dır. Cəmlərdə 180-ə bərabər olmalıdır. 1 x-dan 0,8 toplayanda 1,8 x bərabərdir 180-ə. X də bərabərdir 180 bölü 1,8. 100. X olur 100. Böyük bucaq ilə 100 olacaq. O birisi də x-i 100 tapdıq. X-i 100 tapdıq. 0,8-də 100-ə vursaq eləcək 80. Biri 100-dür, biri 80-dir. Böyük bucaq istəyir bizdən. Cavab 100 dərəcə. 75. Z1 bərabərdir. 9 çıxılsın, x vurulsun. 9 çıxılsın, x vurulsun. E üstü 5. Z2 bərabərdir. Y üstəgəl 6 vurulsun. E üstündə 35. Kompleks ədədlər olarsa, qoşma kompleks ədədlər olarsa, x və y həqiqi ədədlərinin cəmini tapın. Deməli, E üstü 5. E-nin yüksək dərəcəsi olanda 4-ə bölüb qalığı götürülür. 9 çıxılsın, x vurulsun. E üstü 5-i 4-ə bölündə qalıqda 1 qalır. Yəni, E üstü 1 deməkdir. Bərabərdir. Y üstəgəl, E üstü 35. 35-i 4-ə böləndə qalıqda 3 qalır. 32 bölünür, qalıqda 3 qalır. I kubu da mənfi i deməkdir. I kubu qalır, I kubu da mənfi i'dir. Onda y çıxılsın 6i olacaq. Müsbət 6-nı mənfi i'yə vuranda 6i olur. Qoşma kompleks ədədlərdə z bərabərdir a üstəgəl b-nin qoşması a minus b idi. Qoşması. A üstəgəl b-nin qoşması a minus b idi. Yəni, kompleks ədədlərin qoşma olması üçün həqiqi hissələr bərabər olmalıdır, xəyali hissələr əks olmalıdır. Həqiqi hissələr 9-dur, burada da y-dir. Deməli, y 9-a bərabər olmalıdır, həqiqi hissələr bərabərdir. Amma xəyali hissələr əks olmalıdır. Xəyali hissə, deməli, burada mənfi x-dir, burada mənfi 6-dır. Mənfi x-i müsbət x götürəm, amma bunu mənfi 6 götürəm. Yəni, biri digərinin əksi olmalıdır. Y9, təkrar edəm, həqiqi hissələr bərabərdir. Amma xəyali hissələr əks, bir-birinin əksinə b, mənfi b əks olmalıdır. Onda bunu əks götürəm. Müsbət x, bu da mənfi 6. Cəmini istəyir bizdən. 9-un da mənfi 6-nı cəmləyirik. Eləyir müsbət 3. Deməli, burada cavab olacaq müsbət 3.
76. İfadəni sadələşdirin. Deməli, 4 sinüs kvadratını yazaq. 4 sinüs kvadratı alfa çıxılsın. 1 plus tangens kvadratı düsturdur. Bizə verir 1 bölünsün kosinüs kvadratına. Əsas trigonometrik enliklərdən 1 plus tangens kvadratı 1 böl kosinüs kvadratıdır. Vurulsun kosinüs kvadratı. Üstə gəl 4 kosinüs kvadratı alfa. Kosinüs kvadratları ixtisar gedir. Qalır deməli burada 4 sinüs kvadratı alfa. Üstə gəl bunu yazıram. 4 kosinüs kvadratı alfa. Daha sonra minus 1 qaldı burada. Kosinüs kvadratlar getdi. Minus 1 qaldı. Bərabərdir. 4'ü ortaq vuru kimi çıxarsaq. Sinüs kvadratı alfa. Üstə gəl kosinüs kvadratı alfa. Minus 1 bərabərdir. Sinüs kvadratı plus kosinüs kvadratı yenə əsas trigonometrik enliklərə görə 1'ə bərabərdir. 4'ü 1'ə vursaq 4 çıx 1 bərabərdir 3 qalır. Deməli burada cavab olacaq 3. 77. 3 vurulsun 5 üstü x üstə gəl 5 üstü x plus 1'i parçalaya bilərik. 5 üstü x vurulsun 5 üstü 1 kimi. Vuranda 5 qalır. Əsaslar eynidir. Üstlər toplanır x plus 1 yenə bizə bunu verir. Bu şəkildə parçalayıb bərabərdir 200'ə. 5 üstü x-i ortaq vuruq kimi çıxardırıq. 5 üstü x-i ortaq vuruq kimi çıxarsaq qalacaq burada 3 üstə gəl. Burada da qalır 1 5 bərabərdir 200'ə. 5 üstü x vurulsun 3 ilə 5 toplasaq 8 bərabərdir 200. 5 üstü x bərabərdir 200'ü bölürük 8'ə eləyir 25. X də bərabərdir 2. Çünki 5'in kvadratı 25 eləyər. Cavab olur 2. 78. İfadəni sadələşdirin. Gəlin 2-2 qruplaşdıraq bunları. Deməli, burada x kvadratını ortaq vuruq kimi çıxarıq. X kvadratını ortaq vuruq kimi çıxarsa qalacaq x minus 3. X minus 3 çıxılsın. 3 dəqiqə bu seçsinə verməyəcək. Bu düstur açılışıdır. Diqqətlə baxsaq bura, bu elə x çıxılsın 1'in mötərizə kubunun açılışıdır. X çıx 1'in mötərizə kubunun açılışıdır. X'in kubu, a kubu çıx, 3 vur a kvadratı vur b, 3 ab kvadratı çıx b kubu. Deməli, bu x çıx 1'in mötərizə kubunun açılışıdır. Bölünsün. Məxrəcdən 2'nin mötərizə xaricini çıxarsaq, x kvadratı minus 1. Bölmə olanda tərsinə vururduq. X plus 1 qalxır sürətə. O da x kvadrat çıxılsın 2x, x kvadrat çıxılsın 2x üstə gəl 1 düşür məxrəcə. Bərabərdir. Yuxarıda x minus 1'in kubunu olduğu kimi yazırıq. Aşağıda 2 vurulsun. Kvadratlar fərqi kimi açırıq. X minus 1, x plus 1. X'in kvadratı çıxılsın 1'in kvadratdır. Vurulsun. Sürətdə x plus 1. Məxrəcədə x minus 1'in mötərizə kvadratının açılışıdır. X plus 1'lər ixtisar gedir. Bu 2 dənə ilə bunun ikisi gedir, 1'i qalır. Bu 1 x minus 1 ilə də bu x minus 1 gedir. Qalır 1 bölünsün 2. 1 də 2'yə bölsək 0,5. Burada cavab olacaq 0,5. Aha. İndi gəldi ətraflı yazılara. 78'ə qədər, yəni ətraflı yazılara qədər məncə problemli bir sual yoxdur. Hamısı rahat, normal suallardır. Yəni toplu tipində gördüyümüz suallardır. Yəni toplu normal, toplunun hətta deyərdim ki, asan tip sualları idi. Elə gəlir, yəni çətin sual yoxdur. Əsas məsələ açıq suallardır. Yəni açıq suallara nisbətən yəni daha çox bal verdiyi üçün daha çətin salırlar. İndi açıq suallara baxaq görək burada vəziyyət necədir. Qapalı suallar normal idi. 79. 79'da aks salında hər sıradakı yerlərin sayı sıraların sayından 8 vahid çoxdur. Deməli, yer, bu da sıra. Sıraların sayını x götürsə, yerlərin sayı 8 vahid çox olacaq x plus 8. Bu zaldakı yerlərin ümumi sayı 384 olarsa sıraların sayını tapın, x'i tapmalıyıq. Baxın, indi sadə bir nümunə deyim. Məsəl üçün, bir zalda düşünün, 5 sıra var, 5 sıra var. Hər sırada da 10 yer. 5 sıra, hər sırada 10 yer burada, 10 yer burada, 10 yer burada, 10 burada, 10 burada. Neçə dənə yer oldu? 5 vur 10, 50 yer. Hər sırada 15 sıra, hərəsində 10 yer, 5 vurulsun 10, ümumi 50 yer oldu. Yəni, ümumi yerlərin sayını tapmaq üçün nə etməliyik? Biz sıraların sayını, hər sıradakı yerlərin sayına vurmalıyıq. İndi x sıra var, hər sıradakı yerlərin sayı da x plus 8'dir. X'e vursaq x plus 8'ə biz ümumi yerlərin sayını tapmış olarıq. Ümumi yerlərin sayı da nə qədərdir? 384'dür. Bərabər edirik 384'ə. Vurub atırıq x kvadratı üstə gəl 8x. 384'ü keçirəm sola çıxılsın 384 bərabərdir 0. Aha, diskriminantla köklərini tapaq. Diskriminant bərabərdir. B kvadratı çıxılsın 4ac. B'miz 8'dir. 8'in kvadratı 64. 64 çıxılsın 4 vurulsun. A'mız 1'dir. Vur 1. C'miz mənfi 384. Ona görə bu müsbət 3 olacaq. Müsbət 384 bərabərdir. 64 üstə gəl. 484. 1536. 1536 ilə 64 toplasam 1600. X1 bərabərdir. Mənfi B üstə gəl kök alta diskriminant bölünsün 2A.
Mənfi B-miz 8-dir. Mənfi 8 üstəgəl kök altı diskriminant 1600-dən 40 çıxacaq. Bölünsün 2 vurulsun A-mızda 1-dir. 40-dan 8 çıxanda 32. 32-ni də 2-yə böləndə 16. Digər kökü tapmağa ehtiyac yoxdur. Digəri də burada minus oldu. Yəni mənfi 8 çıx 40 bölü 2. Mənfi 48 bölü 2 mənfi 24 edir. Yəni say mənfi olmaz. Bunu tapmağa ehtiyac yoxdur. X bərabərdir 16. Deməli, bizdən ümumi sıraların sayını istəyirdi. Biz də sıranı x götürmüşdük. X-i də 16 tapdıq. Deməli, cavab olacaq 16. 80-ci sual. ABC düzbucaqlısının B təpəsindən AC diaqonalına B-in perpendikulyarı çəkilmişdir. AM 9-dur. Deməli, AM-in uzunluğunu 9 verib bizə. MC 16-dır. MC bərabərdir 16-ya. Düzbucaqlının sahəsini tapın. Düzbucaqlının sahəsini biz necə tapacağıq? S bərabərdir D vurulsun H. Diaqonalı çəkilən hündürlük. Deməli, düzbucaqlının diaqonalı D. Diaqonal çəkilən hündürlük H olarsa, onun sahə düstur DH-dır. Yəni, bununla tapa bilərik. Bu da bizim diaqonal çəkilən hündürlüyümüzdür. H-dır. Deməli, biz burada bu düzbucaqlı üçbucağa baxsaq, bu düzbucaqlı üçbucaqdır və bu da düzbucaq təpəsinin çəkilən hündürlükdür. Düzbucaqlı üçbucaqda deməli, bu H-dır. H. Kənarda yazım onu. Deməli, bu düzbucaqlı üçbucağımızdır. Düzbucaqlı üçbucaq. Düzbucaq təpəsinin çəkilən hündürlük H. Bu N. Bu N olarsa H kvadratı bərabərdir N vurulsun N-ə. Düzbucaq təpəsinin çəkilən hündürlüyün kvadratı betonzu ayırdığı hissələrin hasinə bərabərdir. H kvadratı bərabərdir MN düsturuna əsasən biz buradan H-ı tapa bilərik. H-ın kvadratı bərabərdir 9 vurulsun 16-ya. H bərabər 9 3-ün kvadratdır, 16 4-ün. 3-ü 4-ə vursaq 12. Deməli, H-ı tapdıq 12. Deməli, H-ımız 12-dir. Diaqonalımız da 9-dan 16-nı toplasaq 25-dir. 25-dir. Sahəmiz də S bərabərdir D vurulsun H. Yəni 25 vurulsun 12. Bərabərdir 25 vur 12 300. Onda DH düsturuna əsasən cavab olacaq 300. 300. Buna oxşar sual topluda var. Hətta bunun biraz çətin versiyası. Bu da asan versiyadır. Yəni normal sualdır. Hələ ki 79 da normal sualdır. Adi tənlik qurmaqdır. 80 də normaldır. Yəni topluda buna oxşar sual var. Hətta orada buradan da hündürlük çəkilmişdi. Başqa şey istəyirdi. Orada da sahəni istəyirdi, amma bunun daha çətin forması idi. Normaldır bu da. Keçək növbəti suala 81. 81. Supermarketdə keçirilən ucuz kampaniyası çərçivəsində müştəriyə hər birində 5 AZN, 10 AZN və 20 AZN dəyərində alış-veriş kuponlarından yalnız biri olmaqla 28 zərf təqdim olunur. Deməli, bizim 5 AZN-lik kuponumuz var, 10 AZN-lik və 20 AZN-lik. Deyir ki, 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayının 2 dəfə azdır. Bunu x götürsək, bu 2x olmalıdır. 20 AZN-nin sayı 10 AZN-dən 2 dəfə azdır. Onda 10 AZN 20 AZN-dən 2 dəfə çox olacaq, 2x. 20 AZN-lik kuponların sayı 10 AZN-lik kuponların sayının 2 dəfə az. 20 AZN-lik kuponların sayı 5 AZN-lik kuponların sayının 16 ədəd azdır. Bax, bu buna 16 ədəd azdır. Onda 5 AZN 20 AZN-lərin sayından 16 ədəd çox olacaq. Bu olacaq x plus 16. Bu bundan 16 azdır, bu da bundan 16 çox olmalıdır. Və cəmi zərflərin sayı nə qədərdir? 28 zərfdir. 5 AZN-lik x plus 16 saydadır. 10 AZN-lik 2x saydadır. 20 AZN-lik x saydadır və bunların sayı cəmi 28 zərfdir. Buradan x-i tapacaq. Daha sonra deyir, müştəri təsadüfi seçdiyi 2 zərfdən kuponların ümumilikdə 30 AZN dəyərində olması hadisəsində ehtimal tapın. Əvvəlcə x-i tapaq. 4x üstəgəl 16 bərabərdir 28-ə. 4x bərabərdir 12. X də bərabərdir 3-ə. X-i tapdıq 3. Bu olacaq 5 AZN-lərin sayı 19. Bu 6. Bu da 3-dür. Aha, deməli 28 də ümumi zərfimiz var. Deyir ki, müştərinin təsadüf seçdiyi 2 zərfdə 28 zərfdən ikisi seçilir. Mümkün halların sayı olacaq kombinezon 28-dən 2. 2 zərfdəki kuponların ümumilikdə 30 AZN dəyərində olması. Seçdiyim 2 kupon cəmi 30 AZN dəyərində olmalıdır. Baxın, necə eləyə bilərik? 20 AZN-likdən bir dənə götürsəm, 10 AZN-likdən də bir dənə götürsəm, 30 cəmi 30 AZN eləyirmi? Başqa bir hal mümkün olar. Məsələn, 2 dənə seçmişəm də, 2 dənə 5-lik seçsəm olmaz. Birini 5-dən, birini 10-dan seçsəm 15 olacaq. Və yaxud da ikisini də 20-dən seçsəm 40 olacaq. İkisini 10-dan seçsəm 20 olacaq. İkisini 5-dən seçsəm 10 olacaq. Birini 5-dən, birini 20-dən seçsəm 25. Yalnız orada mümkün olur ki, bir dənə 20 AZN-lik olsun, bir dənə 10 AZN-lik olsun ki, cəmi 20 olsun. Yəni 2 kupon seçməmişəm. Birini 10 AZN-likdən seçməliyəm. Birini də 20 AZN-likdən seçməliyəm ki, cəmləri 30 olsun.
10 azəlinin sayı 6-dır. Yəni 6 kupondan birini seçəcəm. 10 azəlinin sayı 6-dır. Vurulsun. Digərini isə bu 3 dənə kupondan 20 azəlindən seçəcəm. 3-dən 1. Yuxarı 6-dan 1 6 eləyir elə kombinezon. 3-dən 1 də 3 eləyir. Kombinezon n-dən k düsturunu buraya yazıram. Kombinezon n-dən k bərabərdir. N faktorial bölünsün k faktorial vurulsun n minus k faktoriala. Yeni yazırıq. 28 faktorial bölünsün 2 faktorial vurulsun 28 çıxır ki 26 faktorial. 28 26 ilə açsaq 26 faktorial 27 vurulsun 28. 26'lar gedir ixtisar. 6 vur 3 saxlayım. Hələ ki ixtisar eləyəcəm. Bölünsün 27'ni də yazıram burada. 28 2 faktorial 1 vur 2 2 eləyir. 28'in də 2'ni aparsaq 14 qalacaq. 14. Deməli 9 ilə 27 gedəcək. 27-dən 3 gedəcək 9 dəfə. 2-yə 3, 2-yə 7 dəfə. Bundan da bu geçsə qalır 3. 3 vur 7 21 məxrəcdə, 1 də surətdə. Hesablamadı inşallah ki səhv olmadı. 21-də 1 olmalıdır. 21-də 1. Bu şəkildə. Burada məsələn nisbətən digərinə baxanda biraz çətin tip deyərdim. Çox da çətin deyil əslində. Yazmaq olar. Müqayisədə birinci, ikinci sualın, açıq sualla müqayisədə nisbətən bu mürəkkəb olar. Yəni bunun ehtimal sualını çox vaxt uşaqlar yaza bilmir. Amma indi normal idi. 82. Deməli, ABC üçbucağının AB və AC tərəfləri çevrəyə toxunandır. O çevrənin mərkəzidir. ABC 40 dərəcədir. Buranı bizə verib 40 dərəcə. 40 dərəcə. KMC qövsünün dərcəsini istəyir. KMC bizdən bu qövsünün dərcəsini istəyir. Bu çevrənin deməli OC radiusudur. Radius toxununa perpendikulyardır. AC toxunanda OC radiusu 90 dərəcə. 90, 40, bura qalır 50 dərəcə. 50 dərəcə. Bizdə də qayda var ki, bu 50 ilə bu KC qövsünün cəmi 180 olmalıdır. 2 toxunan çəkilibsə, çevrə 2 toxunan çəkilibsə, toxunanlar arasındakı bucaq plus, bax bu KMC qövsü bərabər olmalıdır 180 dərəcəyə. Bax bunun cəmi 180 olmalıdır. Onda KMC qövsünün uzunluğu olur. 180-in 50-ni çıxsam 130 dərəcə. Burada da cavab 130-dur. 83. Açılışı şəkildə verilmiş düzgün piramidanın tam səthinin sahəsi 360-dır. Piramidanın tam səthini S tam bərabərdir 360 verib bizə. Apofemin uzunluğunu tapın. S oturacağı da baxın. Düzgün dediyi üçün bu oturacağı kvadratdır. Düzgün dediyi üçün oturacaq kvadratdır və S oturacağı 100 verib bizə. Bax bu tip sualın eynisi, bax belə açılış şəkil topluda var. S oturacağı 100 verib bizə. Apofemin uzunluğunu istəyir. L bərabərdir suala. Aha, S tamın düsturunu yazaq. Piramidada S tam bərabərdir. S yan üstəgəl S oturacaqdır. S yan plus S oturacaqdır. S tam 360-dır. Yerinə S 360 yazırıq. S yan üstəgəl S oturacaqda 100-dür. 100-dür. Onda S yan olacaq. 360-dan 100-ü çıxsaq 260. S yan 260-dır. S yan da düsturu S yan bərabərdir. S yan bərabərdir. 2-də 1 P oturacaq vurulsun L apofemdir. İndi oturacaq baxın düzgün deyici kvadratdır. Oturacaq kvadratdır. Onda kvadratın da tili A-dırsa, sahəsi nə olur? A kvadratı. Oturacağımız kvadratdır və sahəsi 100-də A kvadratı 100, A da olur 10. A 10-dursa, kvadratın tərəfi 10-dursa bizə perimetr lazımdır. Oturacağın perimetri. P nədir? 4A-dır. 4-ü də 10-a vursaq eləyəcək 40. P oturacağımız 40-dır. Oturacaq kvadratdır. Tərəfi 10-dursa perimetri 40-dır. Onda yazırıq 2-də 1 vurulsun. P oturacaq. Oturacağın perimetri 40. Vurulsun apofem. Deyək, bunu aşağıdan yazım. 2-də 1 vurulsun. Oturacağın perimetri 40. Vurulsun apofem bərabərdir. S yan neçə? 260-a. 260-a. 40-ı 2-yə bölsəm 20 L bərabərdir 260. L də bərabərdir 260-ı 2-yə bölsəm, daha doğrusu 20-yə bölsəm 13. Apofemin uzunluğu olur 13. 84. Cədvəldə bir qrupdakı tələbələrin boylarının uzunluqlarına görə sayları haqqında məlumat vermişdir. Bu qrupda boyu 170-dən çox olan oğlanların sayını tapın. 170-dən az, 170-dən çox oğlan. 170-dən çox oğlan 2Y-dir. 2Y tapmalıyıq. Deməli, 170-dən az olan oğlan sayı Y-dir, qız sayı 3X-dir və cəmdə 21-ə bərabərdir. 170-dən çox olan oğlan sayı 2Y-dir, qızların sayı X-dir və cəmdə neçədir? 17-dir. Aha, buradan biz Y-i tapmalıyıq. Onu da aşağını -3-ə vuraq. Yuxarını olduğu kimi yazırıq. Y üstəgəl 3X bərabərdir 21. Aşağını -3-ə vururuq. -6Y çıxılsın 3X. 17-ni 3-ə vursam -51.
Bu eləcək -5y bərabərdir 51 ilə 21 30 -30 y bərabərdir 35-ə bölsəm 6. Y 6-dır, bizdə də 2y lazımdır. 2-ni də vururuq 6-ya, olur 12. 85. A, MN nöqtəsi, M və N nöqtəsi bunu deyir. X kvadrat çıxılsın 8x + 18 funksiyasına uyğun parabolanın təpə nöqtəsidir. Bu funksiyanın qrafikinin apsis oxuna, koordinat başlanğıcına, ordinat oxuna nəzərən simmetrik çevrinin alınan parabolanın təpə nöqtələri uyğun olaraq BCD nöqtələridir. ABCD dördbucaqlının sahəsini tapın. Deməli, gəlin bunun əvvəlcə təpə nöqtələrini tapaq. X kvadrat çıxılsın 8x üstəgəl 16 + 2 kimi parçalayıram. Bu 8x olduğu üçün 18-i 16 + 2 kimi parçalayırıq. Bu olur deməli x - 4-ün kvadratı üstəgəl 2. Parabolanın düsturu belə idi. A vurulsun x çıxılsın m-in kvadratı + n. Burada m-in təpə nöqtəsinin koordinatlarıdır. İndi buradan m bərabərdir -4 olur, n də bərabərdir 2 olur. Və yaxud da m-in düsturu var, düsturunu tapa bilərik. n bərabərdir -b bölü 2a, n də bərabərdir 4a çıxılsın b kvadratı bölünsün 4a. Düsturla da m-ni tapmaq olar, amma sadə formada deyil, bu şəkildə tapa bilərik. M-imiz 4-dür, n-imiz 2-dir. Yəni bu təpə nöqtəmiz, təpə nöqtəsinin koordinatları 2 və 4-dür. Yəni bax bura 2-dir, bura 2-dir, bura 4-dür. 2, 4. İndi biz bunu x oxuna simmetrik çevirək. X oxuna nəzərən simmetrik çevirəndə x qalacaq 2, y əksinə dəyişəcək -4. İndi bax bunu x-a nəzərən simmetrik çevirsək, x oxuna olacaq x-ımız elə 2, y-imiz -4. Bax bura olacaq. Qollar da aşağı. X oxuna nəzərən simmetrik çevirəndə. İndi 2, 4 nöqtəsidir. O y oxuna nəzərən simmetrik çevirsəm, x qalacaq, y-ə nəzərən deyəndə. Y qalır 4, x əksinə dəyişir. Olur -2, -4. Bax, y oxuna nəzərən simmetrik çevirsəm, bu şəkildə olacaq. Y onun simmetri oxu. Koordinat başına nəzərən simmetrik çevirsək təpə nöqtəni. 0, 0, koordinat başına nəzərən simmetrik çevirsək. -2, -4 olur. Koordinat başına -2, -4. Bax, koordinat başına nəzərən, bax bu qrafikin koordinat başına nəzərən simmetrik olan qrafik bu formada olacaq. Aha, indi bizə deyir ki, bax bu ABCD biri, bura B'dir deyir. 2 dəqiqə. Apsis oxunu olan B idi. Bura C'dir, bu da D'dir. İndi biz bunları birləşdirək. Bax, bu dördbucaqlının bizə nəyini istəyir? Perimetrini istəyir. P bərabərdir. P bərabərdir. Deməli, baxın, 4 vahid burada, 4 vahid burada. Axı, bura -4-dür, bura -4-dür. 4, 4. Bu məsafə olacaq 8. Yəni, bu düzbucaqlını, belə deyim də, bu düzbucaqlını çəkirəm buradan. 4, 4. Bura olur 8. Deməli, 2 burada, 2 burada. Biraz ölçülər, əslində bu, biraz belə olmalıdır da, bu formada. Bax, belə. Kvadrat kimi alındı. Belə, deməli, -2, -2. Bu məsafə olur, deməli, 2, 2, 4. 4, 4. Düzbucaqlının eni 4-dür, uzunluğu 4 vahid burada, 4 vahid burada, bu da 8-dir. Burada 8-dir. Yəni, tərəfləri 4 və 8 olur. Perimetri olacaq 2 vurulsun. 4 ilə 4 toplayırıq 8, 8 ilə 8 toplayırıq 16. 16 ilə 8 toplasam 24. Deməli, perimetri olacaq burada 24. Bu qədər məncə suallar normal idi. Yəni, hər səviyyədə asan, orta, çətin tipli suallar var idi. Bu qədər. 1-dən 25-ə qədər bütün izahları verdim. Növbəti video dərslərdə görüşənədək hər bir abituriyentə uğurlar arzulayıram. Sağ olun.